Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olaraq onları hədələyən Fövqəladə Hallar Nazirliyinin yüksək vəzifəli şəxsi işdən azad edilib. Sizin nə işiniz var ki, burada mənim həyətimdə? Sənin həyətin mənim həyətimdə nə çəkiliş edə bilərsən sən? Əlbəttə mənim həyətimdə. Biz xidməti vəzifəmizi yerinə yetirən jurnalist olduğumuz halda Araz Musayev özünü təqdim etmədən kimyal törədirdi və bizi hədələyirdi. Emin üçün niyə çəkirsən mənə? Mənim emin üçün niyə çəkirsən? Üzü tut. Səslə asayişi pozması, bizi hədələməsi onu elə tutduğu yüksək vəzifəsindən də azad etdi. Onun yol verdiyi hərəkətlər həm də işlədiyi Fövqəladə Hallar orqanlarının nüfuzuna da xələl yetirə bilərdi. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərovun 4 iyun tarixdə imzaladığı müvafiq əmrinə əsasən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Daxili Xidmət Polkovnik Leytenantı Araz Furqanoğlu Musayev Fövqəladə Hallar orqanlarından xaric edilib.